olması ilə əlaqədardır. Son günlər havaların qeyri-sabit keçməsi, xüsusilə də sel suları Şabranda da ciddi fəsadlara səbəb olub. Rayon ərazisindəki idman zallarından biri qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də valideynlər övladlarını idmana apara bilmirlər. Aprel ayının 16-da yağan leysan yağışları və Dəvəçi çayına gələn sel suları Şabranda bir sıra fəsadlar törədib. Şabran şəhər ərazisindəki idman zalının divarları dağılıb və zal yararsız vəziyyətə düşüb. Sel suları o qədər güclü olub ki, böyük binanı yerindən oynadıb. Zalın divarları aşıb, tikilinin divarlarında iri çatlar əmələ gəlib. Sel suları həmçinin bir sıra idman alətlərini aparıb, bəzilərini yararsız hala salıb. Bizim idman zalımızın içərisindən turnajörlərimiz gedib, turniklərimiz gedib, zalın stoykaları gedib. Artıq 10 gündən çoxdur ki, fəaliyyəti dayandırılan zalda məşq keçən 50-yə yaxın idmançı burada idmanla məşğul ola bilmir. Zalın fəaliyyətsizliyi valideynlərin narahatlığına səbəb olub. Boks zalı heç yerdə yoxdur. Yeganə boks zalı olan bu zal sel fəlakətinin nəticəsində yararsız vəziyyətə düşür. Təəssüflər olsun ki, bu zalın bugünə düşməyi bizim övladlarımızı həvəsdən çox salıb. Məşqlərə qatıla bilməyən uşaq və yeniyetmələr tezliklə zalla təmin olunmasını istəyirlər. Zalımız öz fəaliyyətini dayandırdı. Bununla da biz məşqlərimizi davam etdirə bilmirik. Biz istəyirik ki, zalımız yenidən bərpa olunsun və əvvəlki kimi yağışlarda öz məşqlərimizi davam etdirə bilər. Fövqəladə Hallar Komissiyasından isə bildirilib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib, aidiyyatı qurumlara müraciət olunub. Fövqəladə Hallar Komissiyası dərhal həmin əraziyə baxış keçirmiş, orada dağıntıların miqyasını müəyyən etmişdir. Bununla bağlı akt tərtib olunmuş, Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Qeyd edək ki, Dəvəçi çayına gələn sel suları təkcə idman zalına deyil, bir sıra tikillərə və evlərə, elektrik təsərrüfatına, qaz xətlərinə də ziyan vurub. Emin Vaqifoğlu, Diana Cəlali, Space Xəbər, Şabran.